Əhval-ruhiyyə necədir dostlar? Bilirsiniz, bu konsertin ilk elanışlarından bugünə hardasa 2 aydır ki, mən önemli bir neçə mahnı haqqında demişdim ki, onlar bu konsertlərdə son dəfə ifa olunacaq. O mahnılardan biri Gəlgədə mahnısıdır. O mahnı 2006-2007-ci illərdə yazılıb. Bizim Osqurqu hələ təzə formalaşırdı və mənim də çox gəncliyim, 17 yaşım var idi. Bizim qrup üzlərindən mən və Ferişin o mahnının sözlərini alıb Dəyərxan yazmışdı. Və sizdən irəli keçdi, mən Bakıdakı konsertdə onu canlı ifa elədim. Mahnıya yeni nəfəs verildi, yenə bir populyarlıq qazandı. Və bugün 30 noyabr bu konsertdə son dəfə ifa olunacaqdır və bu o konsertlərin də son günüdür. Ona görə gəlin bu tarixi anı bir yerdə tam ürəkdən yaşayaq və Gəlgədə mahnısını böyük Bakı konsertlərində son dəfə bir yerdə ifa edəcəyik. Başlayaq. Gəlgədə, ayaqlarının mavidən sahilində Gəlgədə, orada insanlar yoxdur, deməli yoxdur da Gəlgədə, yanından bəlk yapış Gəlgədə, Gəlgədə, orada çiçəklər və göyərçinlər Gəlgədə, sərin sulu bulaq, yaşıl çəmənliklər Gəlgədə, at bu qaranlıq şəhəri bir dəfəli Gəlgədə, canım Gəlgədə, gözüm Gəlgədə, Gəlgədə, əbədi yaz küləkləri ilə bizə qonaq gələr Günəş saçar saçarlarıyla saçlar budarar hələ və yazatlar İstiqamlarla gəzdirər bizi sonsuz meşə öz içində azdırar bizi gözləyər bizi sənin gölgəsiyle ocaqına Gəlgədə, meyvə bağlarında ağaclarına bak Gəlgədə, orada qayalarla ceyranlar qaçır hava təmiz, hər tərəf işıq, səma açır Gəlgədə, orada yoxdur yol atlanma İstəsən də bacarmazsan orada atlamaq Gəlgədə, bulutlar töksün hərdən şirin yağır sanki rəssam əliyle çəkilib orada əl qalır saatlarla dinləyə dağların səsin sahildə bizdən başqa ayaqcı yox eşkəsin yuxu kimi hər vaxtda doldu hər an ətirlərlə Gəlgədə, kəstirim səni sevdim
Sevdalı ezmişəm canım Yanları titredir ocaklar Kapısı bağlı Kalmışam canım Apar buralardan beni uzaklara Ve böylelikle Gel mahnısıyla bir alıştık hamımız bir yerdə. Çok sağ olun, dəstək olduğunuz için çok sağ olun. Bu mahnıları yaşatdığınız için. Bu son ifa ilə bağlı insanlar görürüm yazırlar, bəziləri etiraz edirlər. Sənin haqqın yoxdur, hansı mahnı son dəfə ifa eləməyə və s. Zor edir. Zarafat edirəm, yəni o öz yerində var amma bəzi mahnılar var ki, düşünürəm insanlar nə qədər sevsə də ən azından bir neçə mahnıda mənim haqqım qalır ki, onları oxuyub-oxumamağa qərar verim. Bir neçə mahnı var, çox deyil. Onlardan biri Gərgədə idi, biri indi səslənəcək olan Bulud mahnısıdır və bir neçə başqa mahnıdır ki, onlar haqqında da mən sizə danışacağım. Hal-hazırda Bulud mahnısı gəlir.